olsun. Həzm orqanları qidanın həzm mövzusunda 61-ci sualda qalmışdıq. Gəlin davam edək. Şəklə əsasən hansı ifadə doğrudur? Şəkildə 1 ilə qida borusu, 3 ilə mədə, 2 ilə 12 barmaq bağırsaq göstərilmişdir. A bəndində deyir, 1-ə yağlar, karbohidratlar, zülallar daxil olmur deyir. Xeyr, qida borusuna yağlar, sadə karbohidratlar, zülallar daxil olur. A səhvdir. 2-də heyvan mənşəli yağların parçalanması baş verir. Bəli, 12 barmaq bağırsaqda heyvan mənşəli yağlar parçalanır. 3-ün şirəsinin fermentləri karbohidratı həzm edir. Bilirik ki, mədədə karbohidrat həzm olunmur. 3-də süd yağlarını parçalayan ferment yoxdur. Xeyr, mədədə lipaza fermenti süd yağlarını parçalayır. 2-də amin turşusu yoxdur. 12 barmaq bağırsaqda zülallar parçalanır, amin turşusu əmələ gəlir. 62. İnsanın yoğun bağırsağında yaşayan faydalı bağırsaq çöplərinin sayı azalarsa, orada nə baş verər? Yoğun bağırsaqda, əvvəlcə deyək ki, yoğun bağırsaqda yaşayan bağırsaq çöplərinin funksiyası nədir? Onlar orada K və B qrup vitaminlərini sintez edirlər. Əgər bunların sayı azalsa, bəzi vitaminlərin sintezi zəifləmiş olacaq. Doğru cavab D bəndidir. 63. İnsan həzm kanalının hansı şöbəsində sərbəst amin turşularının miqdarı daha çoxdur deyir. Amin turşular zülalların monomeridir. Onlar da ən çox nazik bağırsaqda parçalanır. Yəni zülallar daha çox nazik bağırsaqda parçalanır, daha çox amin turşusu orada əmələ gəlir. Nazik bağırsaq da həzm kanalının ən uzun şöbəsidir. Doğru cavab C bəndi olacaq. 64. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst yağ turşularının miqdarı daha çox olur? Yenə o da nazik bağırsaqda daha çox olacaq. B bəndi. Çünki yağlar nazik bağırsaqda daha çox parçalanır, yağ turşusu və gliserin əmələ gətirir. Və soruşa bilərsiniz ki, mədədə olmazmı bunların miqdarı daha çox? Həm zülal da parçalanır, yağ da parçalanır mədədə. Amma ki, nazik bağırsaqda bu proses daha çox gedir. Çünki nazik bağırsağa qaraciyərin hazırladığı ödün axacağı nazik bağırsağa gəlir. O yağları kiçik damcılara parçalayır. O kiçik damcıları da daha sonra lipaza fermenti yağ turşusuna və gliserinə parçalayır nazik bağırsaqda. Zülallar da onun kimi. Mədədə də zülallar parçalanır, amma əsas həzm prosesi nazik bağırsaqda gedir. 65. Həzm kanalından kənarda yerləşən vəzlər bilirik, qaraciyər və mədə-altı vəz həzm kanalından kənarda yerləşir. 66. Həzm kanalının daxili divarlarında yerləşən vəzlər də mədə vəzləri qaraciyər yerləşir. 4 yaşlı uşağın ağzında normada neçə azı dişi olur? 4 yaşlı uşaqda yalnız kiçik azı dişlər var, böyük azı dişlər çıxmayıb. Kiçik azı dişlərin sayı da 8 ədəddir. B bəndi. 68. 14 yaşlı yeniyetmədə normada neçə böyük azı dişi olur? Böyük azı dişlərinin sayı 14 yaşlı yeniyetmədə 8 ədəddir. 16 yaşından sonra bu uşaqda ağıl dişlərdə çıxacaq, cəmi 12 ədəd etmiş olacaq. 69. Həkim dişlərini müayinə etdirən şəxsə sayı alt çənədəki kəsici dişlərin sayına bərabər olan dişlərin müalicəyə ehtiyacı olduğunu söylüyor. Bu şəxsin neçə dişi müalicə olunmalıdır? Kəsici dişlərin sayı 8 ədəddir. Alt çənədə də bunun 4-ü yerləşir. 4-ü. Sayı buna bərabər olan hansı dişlərdir? Köpək dişlərdir. Yəni, neçə dişi müalicə olunmalıdır? 4 ədəd köpək dişi müalicə olunmalıdır. 70. Hormon ifraz edən həzm vəzsi şəkildə hansı rəqəmlə işarə olunub? Şəkildə 1 ilə mədə, 5 ilə qaraciyər, 4 ilə öd, 2 ilə mədə-altı vəzdir. Mədə-altı vəzdə insülin, qlikoqon kimi hormonlar ifraz edir. Doğru cavab D bəndi olacaq. Mədə-altı vəz. 71. Həzm kanalında fermentlərin təsirindən karbohidratlar ardıcıl olaraq hansı mühitlərdə parçalanır? Karbohidratlar əvvəlcə ağız boşluğunda parçalanır. Orada zəif qələvidir. Daha sonra da nazik bağırsaqda parçalanır. Orada da qələvi mühitdir. Doğru cavab D bəndi olacaq. 72.
Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Mədə-altı vəz və qaraciyəri verib. Xarici sekresiya vəzsidir. Qaraciyər xarici sekresiya vəzsidir. Həzm kanalından kənarda yerləşən vəz. Hər ikisi həzm kanalından kənarda yerləşir. Qarışıq sekresiya vəzsidir. Mədə-altı vəz qarışıq sekresiya vəzsidir. Təkdir. Hər ikisi tək orqanlardır. 4 mərkəzdə yazılır. Axacağı 12 barmaq bağırsağa açılır. Mədə-altı vəzdə qaraciyərində axacağı 12 barmaq bağırsağa açılır. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb olur. Mədə-altı vəzin xarici sekresiya funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb olur. Funksiyasının pozulması sirroz xəstəliyinə səbəb olur. Sirroz qaraciyərin xəstəliyidir. 7 burada yazılmalıdır. Boşluğunda yerləşir. Həm mədə-altı vəz, həm də qaraciyər qarın boşluğunda yerləşir. 3, 6, 2, 4, 5, 8, 1, 7 də zeta. Doğru cavab C bəndidir. 73. Ödə aid xüsusiyyətlərdən hansı düzgündür deyir. Suyu, mineral maddələrin və vitaminlərin sorulmasını təmin edir. Ödün elə funksiyası yoxdur. Sellulozanın bakteriyal parçalanmasını təmin edir. Sellulozanın bakteriyal parçalanması yoğun bağırsaqda gedir. Qida qalıqlarını anusa doğru istiqamətləndirir. Bu da yoğun bağırsaqda olur. Yağların həzmini asanlaşdırır. Bəli, bu ödün funksiyasıdır. Doğru cavab D bəndidir. 74. İnsanın həzm kanalında zülaların iki fərqli mühitdə parçalandığını söyləmək olarmı? Olar, çünki zülalar bir mədədə parçalanır. Turş mühitdir. Bir də nazik bağırsaqda parçalanır. Orada da qələvi mühitdir. Olmaz yazılan variantları çıxırıq. Qalır C ilə Y. C-də deyir olar, çünki həm turş, həm də qələvi mühitdə parçalanır. C bəndi doğrudur. Turş mühit mədədir, qələvi mühitdə nazik bağırsaqdır. 75. Cədvəldə həzm sisteminin müxtəlif vəzlərində X, Y və Z üzü birləşmələri həzmə uğradan fermentlərin sintez olunub-olunmaması göstərilmişdir. Bu üzü maddələri təyin edin. Üzü birləşmələri X, Y, Z ilə işarə eləyib, insan həzm vəzlərini verib. Deməli, X-a təsir eləyən ağız suyu təsir etmir. Mədə vəzləri ilə mədə-altı vəz təsir eləyir. Y-ə təkcə ağız suyu vəzi təsir eləyir, mədə-altı vəz təsir eləyir. Deməli, Y karbohidrat ola bilər. Y-ə zual yazıb, olmaz, bitki yağı yazıb, olmaz. C ola bilər, Y bitki yağı. Bir də Y karbohidrat, bir də Y ola bilər. Y-ə karbohidrat yazıb deyə. Mədə-altı vəz hər üçünə təsir edir. Mədə vəzləri isə təkcə X-a təsir edir. Bax, A bəndində X-in zülalı göstərib. Bəli, mədə vəzləri zülala təsir edə bilər. Ona görə C bəndi uyğun gəlir. Y bəndində isə X-i bitki yağı göstərib. Mədə vəzləri bitki yağına təsir etmirlər. Heyvan mənşəli yağlara təsir edirlər. Mədə-altı vəz isə hər üçünə təsir edə bilir. 76-cı sualda deyir, cədvəldə X, Y və Z ilə işarə olunmuş həzm vəzlərində üzü maddələri parçalaya bilən fermentlərin sintez olunub-olunmaması göstərilmişdir. Bu vəzləri təyin edin. İnsan həzm vəzlərində X, Y, Z-i işarələyib, üzü birləşmələrdən də zülan karbohidrat bitki yağını verib. Deməli, X karbohidrata təsir edir təkcənə. Deməli, X ola bilər ağız suyu. Burada mədə-altı yazıb olmaz. B olar. C olmaz. Bir də D olar. X ağız suyu vəzsidir. Y də olmaz. Deməli, ya B'dir, ya da D'dir. X zülala təsir eləyib. Amma karbohidrata bir də bitki yağına təsir etməyib. Y mədə-altı olmaz. Çünki mədə-altı olsa hər üçünə təsir etmiş olacaqdır. Y ola bilər mədə vəzləri. B-ni də çıxıram. Y mədə vəzləri, Z də hamısına təsir edirsə də mədə-altı vəzdir. Deməli, D yolun gəlir. X ağız suyu, Y mədə, Z də mədə-altı.
77. Həzm kanalından kənarda yerləşmiş həzm vəzlərindən hansılar yağları həzmə uğradan fermentləri ifraz edir deyir. Burada qaraciyər götürə bilmərik. Çünki qaraciyərin hazırladığı öd bioloji fəal maddədir. O ferment deyil. Qaraciyər olan variantları çıxıram. D ilə Y qalır. Ağız suyu vəzisi təkcə karbohidrata təsir edir. D bəndi də olmaz. Yalnız mədə-altı vəz uyğun gəlir. 78. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qaraciyər bir də mədəni verib. Zədələnməsi sirroz xəstəliyi gətirib çıxara bilər. Qaraciyərin xəstəliyi sirrozdur. Qarın boşluğunda yerləşir. Həm qaraciyər, həm mədə qarın boşluğunda yerləşir. Əzələ qatında uzunluğa eninə köndələn saya əzələlər yerləşir. Mədəyə uyğundur. İfraz etdiyi maddə mədə-altı vəzin fermentlərini aktivləşdirir. Qaraciyərin ifraz etdiyi öd mədə-altı vəzin fermentlərinin, xüsusilə lipazanın təsirini gücləndirir. Şirəsinin tərkibində fermentlər xlorid turşusu və selik vardır. Mədənin tərkibində var bunlar. Həzm kanalının ən geniş hissəsidir. Mədə həzm kanalının ən geniş hissəsidir. 1, 4, 2, 3, 5, 6. Doğru cavab D bəndidir. 79. Cədvəldə insanın müxtəlif cür dişlərinin bəzi xüsusiyyətləri verilmişdir. Buna əsasən hansı ifadə doğrudur? X normal ontogenez zamanı 16 yaşından sonra çıxır. Plus yazıb. 16 yaşından sonra çıxan ağıl dişləridir. Deməli, X ağıl dişidir. Y öz diş növü ilə qonşu deyil. Öz diş növü ilə qonşu olmayan köpək dişlərdir. Çünki köpək dişlərinin bir tərəfində kəskin dişdir, bir tərəfində də kiçik az dişdir. Öz diş növü ilə qonşu deyil. Z isə həm öz diş növü, həm də daimi dişlə qonşudur. Həm öz diş növü, həm də daimi dişlə qonşu olan iki diş uyğun gəlir. Həm kəskin diş uyğun gəlir, həm də kiçik azı diş uyğun gəlir. Variantlara baxaq. Y kəskin və kiçik az dişi ilə qonşudur. Y köpək dişi idi. Köpək dişlə kəsici və kiçik az dişlə qonşu olur. Doğru cavab A bəndidir elə. Eləyək. İnsan orqanı şəkildə mədəni göstərib. X iki bədən boşluğunda yerləşərək ona birləşən orqan. Baxın, nazik bağırsaq iki bədən boşluğunda yerləşmir. Təkcə qarın boşluğunda yerləşir. Yoğun bağırsaq isə mədəyə birləşmir. A ilə C-ni çıxırıq. B, D, bir də Y qaldı. Şəkildəki orqanın şirə ifrazını gücləndirən sinirlər. Mədənin şirə ifrazını gücləndirən parasimpatik sinirlərdir. D-ni çıxıram. Şəkildəki orqanın fermentlərinin təsirindən kimyəvi parçalanmaya məruz qalmayan üzvü birləşmə. Mədə bilirik ki, karbohidratlara təsir etmir. Ona görə Z polisaxarid ola bilər. Doğru cavab B bəndidir. 81. X, Y və Z maddələrinin biri nişasta, biri yağ, biri isə zülaldır. Təcrübələrin nəticələrinə görə bu maddələri təyin edin deyir. Ağız suyu X və Y-dən yalnız Y-i parçalayıb. Ağız suyu karbohidrata təsir edir də. Demək ki, Y nişasta imiş. Nişasta da B bəndində var. Baxaq o birlərə də. Mədə şirəsi Y və Z-dən yalnız Z-i parçalayıb. Z zülal ola bilər, çünki mədə zülala təsir edir. Amma baxın, Y-ə təsir etməyib, təkcə Z-i parçalayıb. Çünki mədə karbohidrata təsir etmir. Mədə-altı vəz şirəsi və öd isə X və Z-dən hər ikisini parçalayıb. O da yağa uyğun gələ bilər. Ümumiyyətcə, mədə-altı vəz karbohidratda, yağı da, zülalı da parçalayıb. Doğru cavab B bəndidir. 82. İnsanın həzm kanalında fermentlərin təsirindən hansı parçalanma baş verməz deyir. Zülallar amin turşularına parçalanar. Bir doğrudur, bizdən baş verməzi istəyir. Yağlar glikoza və amin turşusuna, deməli, yağlar glikoza amin turşusuna parçalanmaz. Gliserin və yağ turşusuna parçalanır. Mürəkkəb karbohidrat glikozaya parçalanacaq. Yağlar gliserin yağ turşusu olar. Zülallar glikoza gliserin olmaz. Mürəkkəb karbohidratlar gliserin amin turşusu, bu da olmaz. Mürəkkəb karbohidrat sadə karbohidrata
parçalanır. 2, 5, 6. 83. İnsanın mədə divarlarında hansılar olar deyir. Enə zolaqlı əzələ mədədə olmaz. Saya əzələ var. Köndələn, uzunluğa və eninə saya əzələlər var. Xovlar mədədə yoxdur, nazik bağırsaqdadır. Daxili sekresiya vəzisi. Mədə vəzləri, mədə divarlarında olan vəzlər daxili sekresiya deyil, xarici sekresiya vəzləridir. Çünki axacağı 12 barmaq bağırsaq açılır. 2 və 5-dir 83-də. 84. İnsan üçün hansı mülahizələr doğrudur deyir. Həzm kanalında zülallar bir-birindən kəskin fərqlənən iki mühitdə parçalanır. Bəli, zülallar bir mədədə parçalanır, türş mühitdir. Bir də nazik bağırsaqda, orada da qələvi mühitdir. 1 doğrudur. Həzm kanalında üzvü maddələrin parçalanmasında yalnız daxili sekresiya vəzləri iştirak edir. Yalnız daxili sekresiya vəzisi demək yanlışdır. Çünki məsələn, ağız suyu vəzləri deyək. Ağız suyu vəzləri xarici sekresiya vəzisidir. Karbohidrata təsir edir. Ondan sonra mədə vəzləri, bağırsaq vəzləri xarici sekresiya vəzləridir. Mədə altı vəz qarışıq sekresiya vəzisidir. 3-də həzm kanalından kənarda yalnız 6 iri xarici sekresiya vəzisi var deyir, səhv deyir. 3 iri ağız suyu vəzisi 6, bir də var qaraciyər. Həzm kanalında öd yağları gliserin və yağ turşularını parçalayır. Deməli, öd yağları kiçik yağ damcılarına ayırır. Amma birbaşa gliserini yağ turşusuna ayırmır. Kiçik yağ damcılarına ayırır. Sonra lipaza fermenti yağları gliserinə və yağ turşusuna parçalayır. 4 də səhvdir. Öd mədəaltı vəz fermentlərini fəallaşdırır. Bəli, xüsusilə də lipazanın təsirini gücləndirir. Su yoğun bağırsaqdan sorulur. Bəli, suyun böyük bir hissəsi yoğun bağırsaqdan sorulur. 85. İnsan üçün yoğun bağırsağa aid xüsusiyyətlər hansılar ola bilər? A, D, E, K vitaminlərinin sorulmasını asanlaşdırır. Yoğun bağırsağın elə funksiyası yoxdur. Bəzi bakteriyaların yaşadığı yerdir. Bağırsaq çöpü bakteriyaları yoğun bağırsaqda yaşayır. Onlar. Selulozanın bakteriyal parçalanması gedir. Bəli, yoğun bağırsaqda gedir. Suyun çox hissəsi vitaminlər buradan sorulur. Bəli, yoğun bağırsaqdan sorulur. Yağların həzmini asanlaşdırır. Olmaz. Zərərli maddələri zərərsizləşdirir. Bu da olmaz. Bu da qaraciyərin funksiyasıdır ki, zərərli maddələrin 95%-ə qədəri qaraciyərdə zərərsizləşir. 86. Hansı mülahizələr doğrudur deyir. İnsanda fərdi inkişaf zamanı ontogenezə çıxan ontogenezi soruşur. Kiçik yaz dişlərinin sayı böyük yaz dişlərinin sayından çox olur. Kiçik yaz dişlərin sayı 8-dir. Ontogenezi soruşur bizdən. O süd dişlərində olan 8 kiçik yazı töküləcək, onun yerinə yeniləri çıxacaq. Yəni 2 dəfə çıxacaq, 16 dənə bu. Böyük yaz dişlər də bir dəfə çıxır, o da 12 ədəddir. Yəni 16-12-dən çoxdur. Bəli, biri götürə bilərik. Ontogenezdə çıxan kəsici dişlərin sayı kiçik yazı dişlərin sayına bərabər olur. 8 dənə kəsici dişdir. 2 dəfə çıxacaq 16 dənə. Kiçik yazı dişlər də 8-dir. 2 dəfə çıxacaq, o da 16 dənə. Sayları bərabər oldu. Köpək dişlərin sayı kəsici dişlərin sayına bərabər olur. Köpək dişlər 4 dənə 2-dən çıxanda, 2 dəfə çıxanda 8. Kəsici dişlərlə 2 dəfə çıxanda 16. Bərabər olmadı. Kəsici dişlərin sayı kiçik yaz dişlərin sayından çox olur. Kəsici 16, 16, kiçik yaz dişlərlə onlar da 16. Bərabər oldu, çox olmadı. Doğru cavab 1, 2. 87. Hansı mülahizələr doğrudur? İnsanda fərdi inkişaf zamanı ontogenezdə çıxan köpək dişlərin sayı. Köpək dişlər 8 dənədir, 2 dəfə çıxacaq, etdi 8. Yetkin insanın kəsici dişlərin sayı, o da 8. Deməli, bərabər oldu. Böyük yazı dişlərin sayı. Böyük yazı dişlər bir dəfə çıxır, 12 dənə. Kəsici dişlərin sayından çox olur. Deməli, bu 12 dənə, kəsici dişlərdə 16 dənə olur. Çox olmadı. Kiçik yazı dişlərin sayı 16.
Kəsici dişlərin sayına bərabər olur. Onlar da 16. Bəli, 3 də doğrudur. Köpək dişlərin sayı 4-dən 2 dəfə çıxanda bu olacaq 8. Yetişkin insanın böyük az dişlərinin sayı 12. Bərabər olur deyir, olmur. 4-də səhvdir. 88. Şəkildə normal ontogenez prosesi keçirən bir şəxsin alt və üst çənəsindəki dişləri verilmişdir. Nələri söyləmək olar? Gəlin birinci şəkil nəzərdən keçirdək. Şəkildə göstərilir kəsici dişlər 1, 2, 3, 4 dənə yuxarıda, 4 dənəsi də aşağıdadır. 8 dənə kəsici dişi var. Onun yanlarında köpək dişlərdir. 1, 2, 3, 4 dənə köpək dişi var. Bir də yanlarda kiçik azı dişlər çıxmışdır. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə kiçik azı dişi var. Yəni, ağız boşluğunda görürük ki, hələ ki 20 dənə diş var. Bunlar süd dişlərdir. Daimi dişlər hələ çıxmayıb. Elə birdə deyir, daimi dişlər çıxmamışdır, düz deyir. Bu insanda 2 diş növü ilə qonşu olan dişlər çıxmışdır deyir. 2 diş növü ilə qonşu olan dişlər köpək dişlərdir. Onlar da çıxmışdır. 2 doğrudur. Çünki baxın, köpək diş, bu qırmızı ilə işarələdiyimdə yanında kəsici diş var, o bir tərəfində də kiçik azı dişlər var. Bu insanda ağlı dişlər çıxmışdır. Xeyr, dedik ki, hələ çıxmır. Ağzında hələ süd dişləridir. Bu insanda olan bütün dişlər ontogenezdə 2 dəfə çıxan diş növlərinə aiddir. Bəli, bu da doğrudur. Süd dişləridir. Bunlar töküləcək, yenidən çıxacaqlar. Bu insanda olan kəsici dişlərin sayı kiçik az dişlərin sayından çoxdur. Kəsici dişlər 8-dir, kiçik az da 8-dir. Çox deyil, bərabərdir. Bu insanda yalnız öz diş növləri ilə qonşu olan dişlərin sayı 4 ədəddir. Öz diş növləri ilə qonşu olan dişlər, deməli, kəsici dişlərdir. 1, 2, 3, 4. Bunlar hər tərəfdən öz diş növləri ilə qonşudur. Bir də ki, ən sonda yerləşən kiçik az dişləri. Bu 5, 6, 7, bu da 8. 4 dənə deyil, 8 dənəsi öz diş növü ilə qonşu olur. Deməli, doğru cavab 1, 2 və 4-dür. 89-a baxaq. Həzm sistemini verib, 3 cüt iri həzm vəzinin axacağı ağız boşluğuna açılır. Bəli, doğrudur. 3 cüt iri ağız suyu vəzinin axacağı ağız boşluğuna açılır. Həzm kanalından kənarda 2 iri, tək cüt olmayan həzm vəzisi yerləşir. Doğrudur. Qaraciyərlə mədə-altı vəzdir. Qarın boşluğunda yerləşən həzm vəzlərin fermentləri yalnız yağları parçalayır. Səhvdir. Məsələn, deyək mədə-altı vəz. Mədə-altı vəz yağı da, karbohidratı da zülalda parçalayır. Qarın boşluğunda yerləşən həzm vəzlərinin fermentləri yalnız zülallı yağı parçalayır, yox, həmçinin karbohidratı da parçalayır. 90. İnsanda fermentləri, zülalları, yağları, karbohidratları parçalayan orqandır. Dedik ki, əvvəlki testlərdə mədə-altı vəz həm zülalı, mədə-altı vəz həm zülalı, həm yağı, həm karbohidratı parçalayır. 1-ə Y. Fermentlər yalnız karbohidratı parçalayır. Ağız suyu vəzləri, vəzini sintez elədiyi ferment yalnız karbohidratı parçalayır. 2-yə B. İfraz etdiyi maddə mədədən gələn turş qida orqanizmini neytrallaşdırır. Burada doğru cavab qaraciyərdir. Qaraciyərin hazırladığı bioloji fəal maddə öt mədədən gələn turş qida orqanizmini neytrallaşdırır.